məktəb deməkdə deyək ki, Nazirlik tərəfindən ona təyin olunan o şifrə, verilən unikal kod və valideyni tərəfindən verilən şifrə. Şagird öz kabinetinə rahat keçid eləyə bilir. Valideyn açır ki, övladının gündəliyində deyək ki, qırmızı görünür. Bu artıq belə deyək də siqnaldır ki, burada hansısa bir mesaj var, müəllim tərəfindən verilmiş qeyd var və yaxud yaşıldır, göydür. Artıq nizam-intizam qaydalarını buna görə bilmək olur. Salam, hər vaxtınız xeyir olsun. Əziz Planet FM dinləyiciləri, siz Azərbaycanın ilk elmi maarifləndirici radiosunu eşidirsiniz və bugün də həmişə olduğu kimi sizinlə mənəm Nigar və biz sizinlə çox vacib bir məsələdən danışacağıq. Ötən həftədən etibarən bilirsiniz, artıq bir həftədir ki, yeni tədris ili başlayıb, start götürüb və bu tədris ilində qarşıya qoyulan məsələlər, təhsilin daha da müasirləşdirilməsi, müasir dövrün tələblərinə cavab verməsi qarşıda duran prioritet vəzifələrdəndir. Bu prioritet vəzifələrdən biri də və yeniliklərdən biri də bu ildə tətbiq olunan yeniliklərdən xüsusilə biri də rəqəmsal məktəb platformasının daha da təkmilləşdirilməsidir və daha çox şagirdə və müəllimə, həmçinin valideynlərə bu baxımdan yardımcı olmasıdır. Elə məhz rəqəmsal məktəb platforması barədə danışmaq üçün bugün studiyamızın qonağı var. Təhsil sisteminin informasiyalaşdırılması idarəsinin əməkdaşı Natəvan xanım Bədəlova bugün zaman maşında mənimlə həmsöhbət olacaq. Natəvan xanım, hər vaxtınız xeyir olsun, xoş gəlmisiniz. Təşəkkür edirəm ki, dəvətimizi qəbul etdiniz və gəldiniz. Elə rəqəmsal məktəb platformasından başlamaq istəyirəm. Ümumiyyətlə bu platforma hansı zərurətdən yarandı və nümunə kimi hansı xarici ölkənin nümunəsindən istifadə etdiniz, yararlandınız? Hörmətli Nigar xanım, təşəkkür edirəm dəvətiniz üçün və belə bir mövzuya toxunduğunuz üçün, xüsusi diqqətdə saxladığınız üçün bir daha təşəkkür etmək istəyirəm. Rəqəmsal məktəb platformasının yaranma zərurəti, belə qeyd edim, artıq müasir dünyada qlobal tendensiyalardan biri də bütün sahələrin rəqəmsallaşmasıdır və bu sahələrdən birinin də təhsil sahəsi olduğunu nəzərə alsaq, hazırda təhsil sahələrinin bütün belə deyək, yerlərində biz rəqəmsallaşan xidmətləri görə bilərik. Lakin rəqəmsal məktəb platformasının yaranma zərurəti sırf şagird, müəllim, valideyn, məktəb kontingentinin bir mühitdə, bir çətir altında birləşməsindən irəli gəldi və bu platformada qeyd etdiyim istifadəçi kabinetləri var ki, burada ünsiyyəti daha intensiv, daha rahat əlçatan etməsinə zərurət yaradır. Dünya təcrübəsinə gəldikdə qeyd etdiyiniz ölkə sırf hansısa bir ölkənin təcrübəsinə əsaslanacaq bir ad çəkə bilmərəm təbii ki, amma müxtəlif ölkələrin, qabaqcıl ölkələrin, təhsildə uğuru olan ölkələrin təcrübəsinə əsaslanaraq belə bir platformanın yaranma zərurətinə ehtiyac olduğu hiss olunurdu və bu daha çox pandemiya dövründən bəri daha çox bizdə görünürdü ki, düzdür, bizim virtual məktəb deyə bir platformamız var idi, o hazırda da var. Amma rəqəmsal məktəb platforması sırf qeyd etdiyim bu istifadəçiləri daha yaxın, daha rahat ünsiyyətinin qurulmasına, eyni zamanda təhsilin daha əlçatan olmasına bir şəraitdən irəli gələrək yaranmışdı. Rəqəmsal məktəb platforması deyəndə indi bəlkə də bundan xəbərsiz olanlar var. Adından da göründüyü kimi, yəni bizim istifadə etdiyimiz gadgetlar, gündəlik smartfonlar, planşetlər, üstəlik kompüterdən dünyanın istənilən nöqtəsində giriş əldə edə biləcəyiniz və orada bütün məlumatların, təhsilə aid bütün məlumatların demək olar ki, rəqəmsal formada onlara əlçatanlıq əldə edə biləcəyiniz bir platformadır. Bu baxımdan da, yəni xüsusilə müasir dövrdə biz elm və texnologiyanın yüksək sürətlə inkişaf etdiyi bir cəmiyyətdə yaşayırıq və üstəlik də məsələn 2020-ci ildəki COVID-19 pandemiyası göstərdi ki, məsafədən təhsil də gələcəyin işlərindən biri olacaq. Bu səbəbdən də rəqəmsal məktəb platformasının sözsüz ki, əvəz olunmaz bir üstünlüyü var. Hansı funksiyalar və başqa üstünlüklər var? Məsələn, rəqəmsal məktəb platforması deyəndə şagirdlər, müəllimlər, valideynlər nədən yararlana bilirlər orada? Maraqlı sualdır. Təşəkkür edirəm sual üçün. Kabinetlər mövcuddur. Ümumiyyətlə, rəqəmsal məktəbdə nə var deyəndə, fərqli kabinetlər var deyə istifadəçilər müxtəlif kateqoriyalardır. Şagird kateqoriyasına uyğun olan, onların istifadəçi ehtiyaclarının zərurətindən əmələ gələn mənbələr var orada, resurslar var. Mən sırf bir kabinetlər üzərində sizə geniş məlumat verə bilərəm. Amma sırf burada bunları birləşdirən hansı məqamlar var və bunların istifadəsi nə üçün vacibdir?
hansı deyək ki, ehtiyaclarımızın qarşısını alır. Bax bu məqam daha çox maraqlıdır. Müəllim və şagird eyni sinifdə, eyni mühitdə 4 belə deyək də divar arasındakı ünsiyyət və rəqəmsal məktəbdə müəllim-şagird ünsiyyəti bir növ necə izah edim sizə, üzbəüz ünsiyyətdən daha çox öyrənmə mühitinin fərdiləşməsinə gətirib çıxarır. Şagirdlər müstəqil şəkildə öz kabinetlərinə keçid edə bilirlər. Bu müxtəlif vasitələrdən, yəni həm telefon, həm kompüter, notebook, istənilən cihazdan öz kabinetlərinə keçid edə bilirlər. Kabinetdə nələr var? Şagird burada nələr görə bilir? Özünə aid olan, yəni təhsil aldığı sinifə uyğun olaraq dərsliklər var, elektron şəkildə və bütün fənləri əhatə eləyir. Şagirdlərin gündəlikləri var. Hər gün cədvəllər yerləşdirilir ki, yəni gündəlik olaraq şagird açır, bu günün dərsləri hansıdır? Belə deyək də, kağız gündəliklərin artıq rəqəmsal versiyası orada yer alır. Şagirdin qiymətləri orada yer alır. Summativ, kiçik və böyük summativlərin belə deyək də, oradakı cədvəlini görmək mümkündür ki, şagird bilir ki, müəllim onun qiymətini orada yəni qeyd edir və şagirdə o çıxışı var. Həmçinin hər gün üçün və fənlər üzrə video resurslar var. Deyək ki, coğrafiya fənnidir. Bu günə mövzumuz nədirsə, o mövzunu əhatə eləyən eyni müəllim yox, yəni uşağa dərs deyən müəllim deyil, başqa bir məktəbin deyək müəllimi orada həmin mövzunu izah edir. Daha lakonik, qısa, yığcam və əhatəli belə deyək də mövzunu əhatə edəcək bir şəkildə. Şagirdlər üçün interaktiv resurslar var, kvizlər, yəni testlər var. Uşaq müstəqil şəkildə deyək ki, məlumatı, öyrəndiyi dərsi özü üçün qiymətləndirmə apara bilər ki, mən bunu nə dərəcədə mənimsəmişəm, mənim üçün nə qədər bu belə deyək yetərli olub ki, dərsi başa düşmüşəm. Hər mövzunun qısa yazılı icmalları var ki, şagird mövzuda nədən bəhs olunur, bu bütün fənləri əhatə eləyir. Eyni zamanda ev tapşırıqları bölməmiz var. Şagirdlər orada müəyyən müəllimlərin həmin tapşırıqlarının video izahını da görə bilir. Ev tapşırığını icra eləyir, tamamlayır, sonra onun deyək ki, növbəti mərhələsi müəllim izah eləyir ki, sən hansı hissəni, məsələn, necə yazmısansa izahları yer alır. Yəni şagird üçün müxtəlif belə deyək, səpkili resurslar var ki, daha nə olsun ki? Yəni öyrənmək üçün belə deyək də sırf məktəbə getdiyi və onu möhkəmləndirmək məqsədi ilə müstəqil öyrənməsini təmin etmək üçün bu resurslar yer alır. Düzdür, gələcəkdə bilmirəm indi sualınız olacaq bu barədə yoxsa yox, onu elə indidən istəyirəm qeyd edeyim. Gələcəkdə nəzərə alırıq ki, orada köməkçi süni intellekt köməkçisi yerləşdirilir. Yəni bunun üzərində hazırda texniki işlər icradadır. Şagirdlər üçün süni intellekt köməkçisi yerləşdiriləcək. Yəni bot kimi də bildiyimiz bot. Yəni bildiyimiz bəli, olan istədikləri sualları təbii ki, təhsillə bağlı, şagirdlərin məhz tədris resurslarından istifadəsi ilə bağlı sualları verib cavablarını yəni ala biləcəklər. Bu da onlar üçün bir köməkçi vasitə, həmçinin fərdi öyrənməsinə şərait yaradacaq bir resurs olacaq. Mən düşünürəm ki, şagirdlər bu gün müasir şəraitdə öyrənmələrini kifayət qədər ayıracaq bir resursumuz var. Yəni məncə çox gözəl platformadır. Çox təəssüf ki, mən məktəbi çoxdan bitirmişəm, yoxsa yararlanardım. Yəni çox maraqlıdır. Təsəvvür edin ki, tamamilə başqa bir müəllim sizə bugün keçdiyiniz dərsi izah edir. Bir var öz müəlliminiz olur da, bəzən şagirdlər deyirlər ki, müəllim dərsi elə başa salır ki, mən heç nə başa düşmədim. Bu bəhanələrdir təbii ki, dırnaqarası bəhanələr. Tamam fərqli bir müəllim, pedaqoq sizə həmən dərsi izah edir. Yəni burdan artıq dərsi qavramamaq, keçdiyiniz fənni başa düşməmək kimi bir şansı qalmır şagirdin. Amma şagirdlər bundan yararlanırlarmı, istifadə edirlərmi? Yəni belə bir statistika var, oraya yəqin giriş, çıxış hamısı qeydə alınır statistik məlumat kimi. Bəli, əslində hazırda mən qeyd etməyə unutdum. Rəqəmsal məktəb platforması Bakı şəhərində 300-dən çox təhsil müəssisəsində işlək vəziyyətdədir. Xatırlayırsınızsa, yəni cari ilin fevral ayından biz rəqəmsal məktəb platformasını test mühitində istifadəyə vermişdik və müəyyən bizə geri dönüşlər var idi. Müəyyən deyək ki, rəylər formalaşmışdı ki, biz rəqəmsal məktəbdə nəyi görmək istəyirik, necə olsun. Bu statistika əlimizdə var. Yəni hazırda 300 təhsil müəssisəsinin 300-dən çox daha doğrusu qeyd eləyərdim, bir 353-54-ə əhatə edən bir sayımız var. Bu təhsil müəssisələrində oxuyan şagirdlər rahat şəkildə giriş edə bilirlər.
Bu təbii ki, evdən mümkündür. Hazırda məktəb şəraitində əgər onların maddi texniki bazası bunu dəstəkləyirsə, təbii ki, məktəb mühitində də istifadəsi mümkündür. Amma bizim platformanın məqsədi sırf məktəbdə dərsdə hansısa bir belə deyək, keçilən mövzunun möhkəmləndirilməsinə həsr olunub. Amma dərsdə onun istifadəsi zəruri hesab olunmur. İstəyirsiniz dərsdən sonra, istəyirsiniz tətil müddətində, ümumiyyətlə dərs buraxmısınız, gecikmisiniz, olmamısınız, yəni müəyyən səbəblərdən bu dərsi siz özünüz üçün müstəqil öyrənə bilərsiniz. Amma qeyd edeyim ki, buradakı platformada, yəni bu 300 məktəbdən, 300-dən çox tətbiq olunan məktəbdən əlavə də nəzərdə tutulur ki, ölkə üzrə genişləndirilsin istifadəsi, həmçinin şagirdlər üçün olan üstünlüklərin indi valideynlər üçün valideyn tərəfini də vurğulamaq istərdim. Valideynlərdə burada yəni əsas məktəblə bağlı olan hansı ünsiyyəti möhkəmləndirə bilərlər. Valideyn kabineti Sima tətbiqi iləndir. Valideynlər artıq müstəqil olaraq öz kabinetlərini açırlar, amma şagirdlərin girişi mütləq şəkildə valideyndən asılıdır. Nəyə görə? Çünki onlar şagirdlər üçün orada övladları üçün şifrə təyin eləməlidirlər ki, platformaya giriş tam təhlükəsiz, həm də valideyn nəzarətində icra olunsun. Valideynlərin də kabinetlərində eyni ilə sadaladığım qiymət bölməsidir, cədvəl bölməsidir, şagirdi haqqında nizam-intizam bölməsi var ki, müəllimlər gündəlik hansısa qeydləri aparırlarsa, dərslə bağlı, davranışla bağlı, orada da valideynlər üçün həmin bölmədə qeydlər gəlir, bildiriş şəklində. Aha, yəni şagird valideyn üçün olan bölməyə və yaxud da müəllim üçün nəzərdə tutulan bölməyə giriş edə bilməz. Yoxsa mümkündür bu? Valideyn sırf övladı ilə bağlı olan hansısa məlumatı görə bilir. Və övladına dərs deyən müəllimlərin, belə deyək də, adlı siyahısını və həmin müəllimlər haqqında müəyyən rəyləri görə bilir ki, müəllim bugünün dərsini necə izah edib və onu hətta qiymətləndirmə imkanı da orada yer var. O rəyləri kim yazır orada? Valideynlərin öz kabinetində. Yəni belə bir bölməmiz var və bu rəylərdən əlavə müəllimin birbaşa direktorla, məktəb rəhbəri ilə ünsiyyət üçün çat bölməsi var və birbaşa direktora çıxış eləyə bilir. Oradan istənilən məlumatı, təklifini, rəyini qeyd eləyərək, hətta görüş üçün, qəbul günləri üçün də bir bölməmiz hazırda, o da texniki icradadır. O da yaxın günlərdə istifadəyə veriləcək. Artıq valideynlər direktorun qəbuluna onlayn şəkildə gün seçərək, saat seçərək gedə biləcəklər. Yəni bu üstünlüklər valideynlər üçün nəzərdə tutulub, icrada olanları da var, istifadədə olanları da var. Hətta məktəb sorğusu yer alır. Valideynlər öz övladlarını, yəni təhsil aldıqları məktəb haqqında ümumi sorğuda iştirak edərək məktəbi qiymətləndirə bilirlər. Ki, məsələn, məktəbin infrastrukturu necədir? Müəyyən suallar var ki, sırf məktəbi əhatə edir, yəni orada valideynlər iştirak edərək məktəb haqqında müəyyən bir rəyi formalaşdıra bilir. Natavan xanım, bu çox gözəl təcrübədir. Bilirsiniz nəyə görə? Çünki mən özüm orta məktəbdə təhsil aldığım illərdə, hətta özümü nasas hiss eləyəndə, yüksək hərarətim olanda belə dərsə getməyə məcbur idim. Nəyə görə? Çünki həm sinif nümayəndəsi idim, həm də nəyə görəsə sinifin ən diqqətli şagirdi mən idim. Mənə belə gəlir ki, gəlirdi ki, mən dərsə getməsəydim əgər, dərsdə nə keçilib və hansı tapşırıq verilib, bunu sinif yoldaşlarımdan heç birindən normal bir məlumat əldə edə bilməyəcəydim. Ona görə də məcburən yüksək hərarətdən xəstə olduğum hallarda belə bütün orta məktəb illərimdə bax bu cür dərsə getmişəm. Amma indi bu çox yaxşıdır. Məsələn, şagirdin nəsə bir nasazlığı varsa, evdə də oturub tam rahatlıqla həm məktəb proqramından geri qalmayacaq, həm də ki tapşırıqları da yerinə yetirəcək. Nə sualı varsa orada da yazıb suallarına da cavab tapacaq. Yəni əlavə bir baş ağrısına belə deyim də ehtiyac qalmır. Çox gözəl təcrübədir və yenə də deyirəm, müasir dövrün tələbinə cavab verən bir təcrübədir. Yəni və sinif jurnalları hələ ki var, sinif jurnalları. Gözəl məqama toxundunuz. Xeyr, əksinə qeyd eləmək istəyirdim, kağız jurnallar artıq ləğv olunub. Bütün məktəblərdə yoxsa Bakı məktəblərində hazırda bu tətbiq olunur, çünki rəqəmsal məktəb, amma ölkə üzrə tətbiqi elektron, belə deyək də, jurnal tətbiqi olunduğu müddətdən ölkə üzrə bəzi regionlarda var idi. İndi hazırda onun da genişlənməsi nəzərdə tutulur. Amma sırf Bakıdan danışırıqsa, Bakıda kağız jurnallar ləğv olunub. Rəqəmsal məktəb platformasına birbaşa müəllim keçid edərək yəni gündəlik olan dərs cədvəlini görür, planlamasını yerinə yetirə bilir, şagirdlərini qiymətləndirə bilir. Kağızda icra elədiyi işləri artıq elektron qaydada yerinə yetirir. Eyni belə deyək də funksionallıq direktor üçün də mövcuddur. Artıq direktorlar belə deyək də əlinin altına
bir 10-15 jurnalı yox, gözünün qarşısında, yəni bir monitordan siniflərin jurnallarında, məktəb üzrə yer alan sinif jurnallarını görə bilir, şagirdlərin nəticələrini ixrac edib, təhlillər aparıb hansısa bir müvafiq işləri görə bilir. Yəni məktəbin belə deyək də, məktəb üzrə hansı zəif yerlərimiz var, hansı güclü tərəflərimiz var, bu təhlillər üçün yəni elektron jurnal sırf rəqəmsal məktəb platformasında yer alır ki, belə deyək, hər şey həm direktor, həm müəllim üçün əlçatandır. Həm də şəffafdır da. Bilirsiniz, müasir dövrün ən çox tələbat olan sahəsi də data analitika, yəni verilənlər bazasının analitikası, təhlili və hazır məlumatlar olanda rəqəmsal formada bunu icra etmək də 2 qat asanlaşır. Birazdan rəqəmsal məktəb platforması barədə söhbətimiz davam edəcək əziz dinləyicilərimiz. Xatırladım ki, Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin əməkdaşı Natəvan xanım Bədəlova ilə. Əziz dinləyicilərimiz, zaman maşınında səyahətimiz davam edir. Bugün sözün əsl mənasında zaman maşınındayıq və indiki halda, indiki zamanda oturub gələcək zamandan danışırıq. Rəqəmsal məktəb platforması çünki məhz gələcəyə hesablanmış və müasir dövrümüzdə gələcək texnologiyalardan istifadəyə hesablanmış gözəl bir təcrübədir. Bu maraqlı təcrübəni və faydalı təcrübəni Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin əməkdaşı Natəvan xanım Bədəlova ilə bərabər müzakirə edirik və Natəvan xanım, rəqəmsal məktəb platformasını bax, indi bilirsiniz də kiber dələduzluq halları da çoxdur və bu tip bütün platformaların qorunması yüksək səviyyədə olmalıdır. Mən belə başa düşdüm ki, məsələn, müəllimlərin kabinetinə valideynlərin giriş hüququ yoxdur və yaxud da nə bilim, müəllimlərin şagirdlərin kabinetinə giriş hüququ varmı, yoxsa yox, bunu soruşmaq istəyirəm sizdən. Bir də ki, burada kənar müdaxilə hallarının qarşısı necə alınır? Yəni müəllimin yazdığı qiymətə necəsə müdaxilə etmək mümkündürmü, yoxsa yox? Əslində bu mövzu, belə deyim də, qeyd eləmədim, platformada 4 kabinetin hər birinə girişlər fərqlidir. İstifadəçilər, müəllim, valideyn və direktor hər üçü SIMA tətbiqi ilə girir. Yəni buradakı təhlükəsizliyi biz ən yüksək səviyyədə təmin etməyə çalışmışıq. Şagird üçün isə hansı üsulla olacağını düşünəndə, bəlkə də bilmirəm, məlumatınız var yoxdur. Hər bir şagirdin məktəbdə unikal bir kodu olur. Bizim bir ümumi təhsil məktəbi üçün xidmətimiz var ki, bütün məlumatlar orada toplanır və hər bir müəssisə üzrə həm məktəbin, həm müəllimlərin, həm şagirdlərin unikal kodları olur. Həmin o kod vasitəsilə ona UCIS kod deyirik. Rəqəmsal məktəb platformasında o UCIS kod vasitəsilə şagird giriş eləyir və eyni zamanda bayaq qeyd elədim, valideyn öz övladı üçün şifrə təyin eləyir. O şifrənin də uzunluğunu, yəni təhlükəsizliyi nəzərə alaraq hərflər, simvollar, bəzən bizdə bu sahədə problem olur. Valideyn deyir ki, mən şifrəni yazıram, götürmür. Qeyd eləyirik ki, bizim şifrəmiz, yəni elə olmalıdır ki, o təhlükəsizliyə cavab verən bir simvol olsun və o həmin şifrə ilə, valideynin təyin elədiyi şifrə ilə şagird açır öz kabinetini, məktəb tərəfindən ona təyin olunan, məktəb deməkdə deyək ki, nazirlik tərəfindən ona təyin olunan o şifrə, verilən unikal kod və valideynin tərəfindən verilən şifrə. Şagird öz kabinetinə rahat keçid eləyə bilir. Hətta ola bilər ki, şagird unudur şifrəsini və yaxud nə bilim, nəsə bir hal ola bilər. Bu zaman valideyn öz kabinetinə onu yenidən yeniləyə bilir. Amma hər digər 3 istifadəçilər belə deyək də digital loqin vasitəsilə giriş eləyir. Burada da düşünürəm ki, təhlükəsizlik tam şəkildə təmin olunmuş olur. Əla. Valideynlər öz övladlarının yalnız davamiyyətinə, yəni necə dərslərdən nəticələrinə, nailiyyətlərinə nəzarət edə bilirlər orada, yoxsa başqa məsələ də var? Məsələn, övladının bugün məktəbdə olub-olmaması məsələsi, bu var orada, yoxsa yox? Var. Deməli, şagirdlər üçün müəllimlərin bayaq qeyd elədim, nizam-intizam olsun, davranış olsun və yaxud da gündəlik qiymətləndirim olsun. Elektron jurnal, hansı ki danışdığımız o kağız jurnallarda yalnız bizim yazmaq imkanımız var idi, qiyməti. Orada biz davamiyyətlə bağlı heç bir qeydimizi apara bilmirdik. Gündəliyə yazırdı müəllimlər. Hətta o gündəliyin aşağı hissəsində xatırlayırsınız bir bölmə qırmızı var. Qələmlə. Yəni o bölməni düşünün ki, rəqəmsal məktəbə inteqrasiya eləmişik də, gətirmişik. Müəllimlər hər gün üçün uşaqlar özlərini yaxşı aparmağından asılı olmayaraq davranış, nizam, intizam ümumiyyətlə yaxşı nəticə hər bir qeydini
apardığı, yəni bölmədən valideynə bildiriş şəklində gəlir. Valideyn açır ki, övladının gündəliyində deyək ki, qırmızı görünür. Hə, bu artıq belə deyək də siqnaldır ki, burada hansısa bir mesaj var, müəllim tərəfindən verilmiş qeyd var və yaxud yaşıldır, göydür, artıq nizam-intizam qaydalarını buna görə bilmək olur. Bu valideyn kabinetinə gələn həm nizam-intizamla bağlıdır, eyni zamanda qiymət də yazılıbsa, gündəlik olsun və yaxud da hansısa bir böyük və kiçik summativ qiymətləndirmənin nəticəsində valideyn rahatlıqla görə bilir. Hətta həmin qiymətləndirmənin gündəlik qiymətləndirmədən danışıram. Onun aldığı o qiymətin, alınan o belə deyək, hansısa bir rəy formasında yaza bilər ki, deyə mövzunu qeyd olunandan, yəni daha ətraflı, izahlı, hansısa bir dəlillər, sübutlar gətirərək, yəni bu cür imkanlar valideynlər üçün yaradılıb ki, rahat orada uşaqlarını izləyə bilsinlər. Əla, və mənim ən çox bəyəndiyim tərəfin oldu. Məsələn, ola bilər ki, övladına hansısa bir valideyn smartfon istifadəsini qadağan edib və yaxud da evdə kompüter yoxdur, məktəblərdə kompüter otaqları varsa, şagird dərsdən sonra da qalıb orada məşğul ola bilər. Bu çox gözəldir. Məsələn, bizim dövrümüzdə sinifdən xaric qiraət var idi. Sinifdən xaric oxu kabinetləri var idi xüsusi və orada müzakirə edib sanki debat qabiliyyətini, danışıq qabiliyyətini inkişaf etdirirdi. İndi də eyni ilə şagird nəyisə anlamayıbsa, sinifdən kənarda, yəni dərs ümumi yükündən kənarda əyləşib kompüterdə tam rahatlıqla öz işlərini həyata keçirə bilər. Bəs ənənəvi tədris metodlarıyla bax bu baxımdan Natəvan xanım inteqrasiyası necədir məktəb platformasında? Məsələn, müəllimin bəli dərs izah etməsi, video baxımından bunun yerləşdirilməsi, bunu başa düşdük. Hansısa bir məsələn summativ qiymətləndirmə deyirsiniz, kurikulum deyirsiniz, yoxlama deyirsiniz. Bütün bunlar orada öz yerini alıb, yoxsa necədir? Yəni bu rəqəmsal məktəb platforması olduğu üçün burada biraz yanaşma da fərqlidir ənənəvi dərs metodlarından. İnteqrasiya necədir bunların arasında? Əslində inteqrasiya sırf ənənəvi təhsilə belə deyək də sinif otağındakı təhsilin müəllim şagird ünsiyyətini burada saxlamağa çalışmışıq. Nə barədə? Çünki müəllimlərdən soruş, yəni bayaq qeyd elədiyim süni intellekt köməkçisi deyək də şagirdlər üçün olan köməkçini biz orada kabinetdə yer alır. Həmçinin bu eyni funksionallığı müəllimlər üçün də, direktorlar üçün yox, amma sırf müəllimlər üçün hansısa dərsin planlamasında dəstək xarakterli və yaxud hansısa bir mövzunun daha belə geniş və sinifə uyğunlaşdırılmış şəkildə düzəlməsini, yaradılmasına imkan yaradır. Şagirdlər, yenə qeyd edirəm, fərdi şəkildə təbii ki, öyrənə bilirlər, amma orada yerləşdirilən resurslar ki var, bu interaktiv kvizlərdən gedir söhbət və ev tapşırığı hissələrindən. Yəni bunlar onsuz bizim gündəlik qiymətləndirməmizdə də var idi. Ev tapşırığını müəllimlər bizə həm təyin edirdilər, mövzuya uyğun olaraq və yaxud müstəqil araşdırma təyin edirdilər ki, gedin bu mövzunu layihə şəklində gətirin və yaxud müəyyən bir vaxt çərçivəsində hansısa bir bizə işi tapşırırdılar ki, yəni bunları çalışmışıq ki, rəqəmsal məktəbdə saxlayaq ki, uşaqlar sırf bir belə deyək də robotlaşmaya getməsin. Onlarda hansısa bir məsuliyyət hissimi olsun və yaxud dərsə yanaşmamı olsun, orada bir fərqliliyi hiss edərək, amma məsuliyyəti yerinə yetirmə bir bacarığını da formalaşdırmış olsun. Və çox maraqlıdır ki, Natəvan xanım, mən məsələn izləyirəm Yaponiya, Cənubi Koreya məktəblərini, yaxud da Birləşmiş Ştatlar olsun. Tamamilə fərqlidir oranın təhsil sistemi və məsələn bizdə ənənəvi təhsil sistemində bizim uzun illər ərzində adət etdiyimiz təhsil sistemi var. Cənubi Koreyada necədir? Cənubi Koreyada ümumiyyətlə şagirdlərə qiymət yazılmır, orada qiymətləndirmə məsələsi yoxdur və ibtidai sinif şagirdləri dərsdən sonra məktəbdən çıxıb evə gələndən sonra müəllimlər fərdi şəkildə şagirdin evinə gəlir və ona dərsi yerində izah edir. Yəni şagirdə məktəbdə heç bir tapşırıq verilmir. Sanki müəllim dərsdə keçdiyini bir də gəlib evdə keçirir uşağı. Yenə də heç bir qiymətləndirmə yoxdur və nəyə fikir vermişəm? Bizdə də Planet FM daha çox ekoloji, elmi mövzulara yəni fokuslandığı üçün bizim üçün Planetin gələcəyi də vacibdir bir radio olaraq və orada daha çox şagirdlərə davranış qaydalarını öyrədirlər. Sanki işin empatiya tərəfini, emosional intellekt tərəfi onlar üçün üstündür. Baxmayaraq ki, Koreya Respublikası dünyanın texnoloji cəhətdən ən inkişaf etmiş ölkələrindən biridir. Adam fikirləşir ki,
Bəs onda bu dahilər, kompüter dahiləri necə yetişir? Əgər onlar təhsilə bu qədər dırnaqarası yanaşırlarsa, çox maraqlı sistemdir məsələn. Və şagirdlərə daha çox davranış qaydaları, zibili özündən sonra yerə atmamaq, təbiətin qayğısına qalmaq, nə bilim yaşıllığı qorumaq kimi hisslər aşılırlar. İstər ibtidai sinif olsun, istər yuxarı sinif olsun. Yuxarı sinifdə isə ümumiyyətlə orada yəni ixtisaslaşma kimidir. Məsələn, humanitarlar ayrıca, dəqiq fənləri maraq olanlar ayrıca və onlara tamamilə fərqli formada yenə də dərs keçirir. Bizim kimi deyil. Məsələn, bu sinif texniki təmayüllü sinifdir və orada daha çox yəni dəqiq elmlərə üstünlük verilir. Bu sinif humanitar təmayüllüdür. Burada daha çox tarix, dil, ədəbiyyat fənlərinə üstünlük verilir. Çox qəribə təhsil sistemi var və bax bütün bu təcrübədən yararlanıb, təbii ki, dünyanın aparıcı ölkələrinin, dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsindən yararlanıb, amma bizim özümüzün də təhsil ənənələrimiz var axı. Çox gözəl ki, rəqəmsal məktəb platforması yaradılsa da, yəni müasir dövrün tələblərinə cavab verən platforma yaradılsa da, ənənəvi dərs metodlarımızda unudulmayıb. Yəni istənilən halda şagirdin qiymətləndirilməsi var, hansı ki, məsələn, yenə deyirəm, Cənubi Koreyada yoxdur, ya da Birləşmiş Ştatlarda yoxdur. Şagirdin qiymətləndirilməsi var və şagird sanki bir növ məsuliyyət hiss edir. Edirmi yoxsa yox, bu artıq biraz da valideynlərin üzərinə düşən məsələdir. Həmişə mən demişəm, yəni valideynlər sanki övladlarını məktəbə təhvil verdilərsə, övladı 1-ci sinifə getdisə, vəssalam, sanki məktəb tam olaraq məsuliyyət daşır. Belə olmamalıdır. Valideynin məsuliyyəti həmişə 2 qat daha çoxdur öz övladına görə və məktəb bəli, şagirdə bilik verir, şəxsiyyət də yetişdirir. Amma o şagirdin verilən materialı necə qavrayıb qavramaması bu biraz valideyn məsuliyyətli olmalıdır. Bax bu baxımdan rəqəmsal məktəb platformasının bir üstün cəhəti odur ki, valideyn birbaşa nəzarət edə bilir. Ola bilər indi kimsə işləyir, məsələn, məktəbə getməyə vaxtı yoxdur, direktorla, sinif rəhbəri ilə birbaşa ünsiyyətə vaxtı yoxdur, amma istənilən vaxtda öz smartfonundan Sima tətbiqi vasitəsilə daxil olub övladının bütün nailiyyətlərini və qeyri-nailiyyətlərini görə bilər. Bu baxımdandır və ən üstün cəhətdə mənim fikrimcə elektron kitablardır, elektron dərsliklərdir. Çünki həmişə, yəni yeni dərs ili başlayanda bu bir nömrəli mövzu olur da bizim mətbuatda ki, kitablar çox ağırdır. İbtidailərin xüsusilə çantaları çox ağır olur. Elektron dərsliklər olandan sonra bu problem də aradan qalxmış olur. Və məktəbə yəni bir nazik dəftərlə getmək olur. Doğrudur, vurğulayırsınız. Əslində şagirdlərin o belə deyək də yükünü azaltmaq məqsədi ilə rəqəmsal məktəbdə bütün dərsliklər bizdə video edu az resursumuz var idi. Orada bütün dərsliklər var idi. O məsələ 2020-ci ildə yaradılmışdı, o pandemiya dövrü. Pandemiyadan əvvəl də var idi. Hətta orada köməkçi resurslarımız da var idi. Digər fənlər üçün əlavə resurslar da vardı. Sadəcə bilirsiniz, istifadə məsələsi vacibdir. Müəllimlər daha çox kağıza meyl edirdilər. Həm də şagirdlər üçün əlimin altında nə var, mənə məktəb nə verib o yanaşması var idi. Pandemiya bizə bir daha göstərdi ki, heç də bizə verilən o resurslar, yəni sırf mənim seçimim əsasında deyil, müxtəlif seçimlərim var. Mən bundan da götürüb istifadə edə bilərəm və pandemiyadan sonra bu resurslarda təbii ki, təkmilləşmələr də oldu. Bizim hətta belə deyim də 15-ci ildən bəri elektron resurslarımız var, platformamız da var. video.edu.az platforması da var. E-dərslik platforması da var ki, orada da dərsliklərin bütün elektron versiyaları yerləşdirilib. Sadəcə biz o dərslikləri rəqəmsal məktəbə gətirdik ki, uşaqların əlinin altında olsun. Hər bir yeri, məsələn, müxtəlif yerlərdə axtarmasınlar. E-dərslikdədirsə, artıq kitab onun açan kimi səhifəsi, həqiqətən bilmirəm, indi əgər övladınız varsa onun səhifəsindən də izləyə bilirsiniz. Çünki ancaq valideyn övladının səhifəsində görə bilir onu. Övlad səhifəsini, kabinetinə açanda günün dərsi gəlir. Həmin dərslə bağlı orada inkişaf mərhələsini göstərən bir şkala da var. İzləyibsə, video resursu, tapşırığı icra eləyibsə və yaxud kvizi yerinə yetiribsə, orada faiz göstəricilərində artıb azalan hissəsini görmək mümkündür. Hətta şagird onu bir, necə deyim, faizi artırmaq məqsədi ilə, mən məsələn 90%, 95% icra eləmişəm, yaxşı konkurensiya da yarana bilir şagirdlər arasında ki, bu mövzu ilə bağlı mən daha çox iş görmüşəm. Yəni bu qeyd etdiklərinizi təbii ki, hər bir ölkənin özünün, siz demiş, həm ənənəvi, həm müasir tələblərə uyğun belə deyək, yanaşması var. Amma hər halda biz öz milli dəyərlərimizə də üstünlük verərək bu yanaşmanı da saxlayırıq ki, şagirdlərimiz ən azından o qeyd etdiyiniz o bir-birinə hörmət məsələsidir, özündən böyüklərə yol ver, yeri çirkləmə, ətrafı, yəni
Bu mövzular da təbii ki, orada yer alır. İndi qeyd eləyəcəm. Rəqəmsal məktəb platformasının ana səhifəsində əlavə tədris resursları deyə bir bölməmiz var. Hətta orada kiber təhlükəsizliklə bağlı hansı qaydalara riayət olunmalıdır. Bir növ təlimat deməyək, şagirdlərə köməkçi vasitədir. Amma o resurslar bütün izləyici kütləsinə əlçatandır. Həmin platformada ətraf mühitlə bağlı olan dərslər var. Bölgələrimiz Naxçıvan olsun, Mingəçevir olsun, digər bölgələrin tarixini əhatə edən, məsələn, Məhəmməd Füzulinin yaradıcılığı olsun, müxtəlif mövzuları əhatə edən suverenlik mövzusu olsun. Bu ilin bu il yəni konstitusiya və suverenlik ili olduğuna görə o mövzular da orada yer alır. Müxtəlif mövzuları əhatə edən əlavə tədris resurslarımız var. Yəni biz onu da şagirdlər üçün, həm də valideynlər üçün əlçatan etmişik ki, ən azından bu resursları şagirdlərə yönləndirmə və yaxud nəzarətli şəkildə onlarla işləmək imkanları yəni əlçatan olsun, əllərinin altında olsun. Və necə də olar Natəvan xanım, linkdən keçid vasitəsilə də məsələn Wikipedia məqaləsini misal göstərim də, orada necə siz nəsə barədə oxuyursunuzsa, məsələn suverenliyin nə olduğu barədə oxuyursunuzsa, orada xüsusi göy rəngli keçidlər olur. O keçidi basaraq siz başqa bir məqaləyə keçid edə bilirsiniz. Bu cürdür, yoxsa necədir? Video formatındadır. Fərqli müəllimlərin burada məsələn yenə qeyd edirəm, məktəbdə dərs deyən müəllimlərdə fərqli bir müəllimlərin iştirakı ilə, izahı ilə, hətta orada müəyyən video şəklində, məsələn tarixlə bağlı deyirəm, qeyd edirəm, Naxçıvanın tarixi ilə bağlı. Hətta orada interaktiv lövhələr də var. Xəritələr üzr istəyirəm, interaktiv xəritələrin üzərində də göstərilir. Yəni tarixi bir növ orada gözümüzün qabağında canlandır, amma hər biri video formatında yerləşdirilir. Bəli, məktəb illəri 90-cı illərə təsadüf edənlərin gözü yaşlıdır indi. Bax, xəritə deyirsiniz, mən xatırlayıram, biz yapışqan lentlə yapışdırılan xəritələri güc bəla ilə sinif divarına ya da yaz lövhəsinin üzərinə bərkidib orada nəsə tapmağa çalışırdıq. Çox vaxt, yəni dəfələrlə bizdən əvvəl istifadə olunmuş xəritələr olurdu. Üstəlik, yəni məktəb illəri 90-cı illərin əvvəllərinə təsadüf edənlər yəqin ki, o saralmış, keyfiyyətsiz vərəqlərdə çap olunmuş dərslikləri çox gözəl xatırlayırlar. Amma buna baxmayaraq biz çox əla oxuyurduq və indiki şagirdlərdən də bilirsiniz Natəvan xanım, biraz şagirdlər həmişə elə bilirlər ki, ümumiyyətlə uşaq psixologiyasında bu böyüklər onlardan həddindən artıq nəsə tələb eləyirlər və məni heç kim başa düşmür psixologiyası olurlardı, amma bu belə deyil. Yəni sizdən tələb olunan sizin özünüzün nə qədər çeynənmiş ifadə olsa da sizin özünüzün gələcəyiniz üçündür və bu cür yaradılan şəraitdə dərsi oxumamaq, mən dərsi başa düşmədim, müəllim pis izah etdi, bəzən belə bəhanələr də olur axı. Kimi bir yəni bəhanə qalmır da. Çıxış yolu rəqəmsal məktəb platforması. Daxil olursunuz və hər şeyi gözəl mənimsəyirsiniz. Hətta orada yaradıcılıq üçün də imkanlar var. Məsələn, siz əgər bir mövzu haqqında oxudunuzsa, hörmətli şagirdlər, ondan doğan digər mövzulara da keçid edə bilirsiniz. Həm dünya görüşünüzü artırırsınız bununla, həm nə bilim, özünüz yaradıcı prosesdə əsas indi yaradıcı təfəkkürü, dünya görüşünü inkişaf etdirməkdir. Bunun üçün hər şərait yaradılıb. Daha nə olsun ki, o olsun ki, Natəvan xanım, mən istəyirəm Azərbaycanın bütün məktəblərində tətbiq olunsun bu. Yəqin ki, elə prioritetlərdən biri də budur. Bəli, təbii ki, bunu hər birimiz arzu edirik. Həm də daha çox bölgələrdən şagirdlər bizə müraciət edirlər ki, bəs biz nə vaxt görəcəyik, bizdə nə vaxt olacaq? Təbii ki, mərhələli şəkildə bu inkişaf mərhələsində nəzərdə tutulub rəqəmsal məktəbin digər regionlarda tətbiqi. Təbii ki, burada həm infrastruktur da nəzərə alınmalıdır, həm texniki imkanlar nəzərə alınmalıdır və mərhələli şəkildə aparılması daha məqsədə müvafiq hesab olunur. Düşünürəm ki, Bakı şəhərində uğurlu tətbiqindən sonra növbət tədris illərində də regionlarda artıq işləməyə başlayacaq. Regionlar ən təkmilləşdirilmiş versiyasında əldə edəcəklər. Çünki Bakıda bu uzun müddətdir artıq tətbiq olunur və təkmilləşə gedir. Artıq regionlara tətbiq olunanda əlavə heç bir sual qalmadan ən təkmilləşmiş versiyasını istifadə edəcəklər. Bu da sevindirici haldır. Bəs gələcəkdə platformaya daha hansı funksiyaların artırılması nəzərdə tutulur? Əslində hazırki mərhələdə qeyd etdiyim məsələn süni intellekt köməkçisini həm müəllim, həm şagird kabinetində bu yaxın günlərdə biz onu istifadəyə verəcəyik. Bu bir yenilik kimi, yeni bir xəbər kimi. Eyni zamanda bizim elektron jurnal hansını ki müəllimlər cihazlarından girib belə deyək də brauzer üzərindən keçid edirlər. Biz onun tətbiqini artıq istifadəyə verəcəyik yaxın günlərdə. Müəllimlər artıq telefondan tətbiq vasitəsilə işlərini daha rahat
icra eləyə biləcəklər. Yəni orada kompüter qarşısında vaxt itirməyə ehtiyac qalmayacaq. Telefon vasitəsilə keçid eləyəcəklər. Məsələn, dərsə gəlməyənlərin qaybını qoyacaqlar, qiymətləndirməni apara biləcəklər. Yəni bu rahat şəkildə veriləcək. Tətbiqinin nəzərdə tutulub icrası, həmçinin qeyd elədiyim müəllimlərin, üzr istəyirəm, valideynlərin məktəb rəhbərləri ilə görüşü, yəni qəbul günlərinin elektron belə deyək, təqvim üzərindən gün götürərək onlayn şəkildə qəbuluna yazılmaq imkanları nəzərdə tutulub. Ümumiyyətlə funksionallıqla bağlı çox işlər var ki, həm də şagirdlərlə müəllimlərin müəyyən tapşırıqlarının, ünsiyyət əlaqələrinin də genişlənməsi platformada gələcəkdə nəzərdə tutulan işlərdən biridir. Bəs siz bir təhsil adamı olaraq bu platformanın gələcək təsirləri barədə nə düşünürsünüz? Sizcə yeni bir, yəni rəqəmsal məktəb platforması ilə təhsil alan şagirdlərin vizyonu necə olacaq gələcəkdə? Fərqlənəcəklərmi onlar bizdən? Gözəl sualdır. Təbii ki, fərqlənəcəklər. Əslində mən həmişə bunu qeyd edirəm. Mənim indi öyrəndiyim hansısa məlumatı özümdən qat-qat belə deyək, yaşca kiçik olanlardan eşidəndə və yaxud da onların bilib məndən belə təəccüblə ki, sən bunu hələ də bilmirsən yanaşmasından ola bilər ki, o dövrdə belə deyək də mən öyrəndiyim sistemlə hazırda öyrənilən sistem arasında yerlə göy qədər fərq var. Həm yanaşma fərqlidir, həm dərsliklərdəki dərslərin, mövzuların quruluşu fərqlidir. Həm burada şagirdə verilən tapşırığın belə deyək mahiyyətindəki o strukturlarda fərqlilik var. Bunu əgər hər bir mərhələdə axtarsaq, təbii ki, bir neçə il sonra rəqəmsal məktəblə işləyən şagirdlərin həm dünyaya baxışı fərqli olacaq, həm dünyanı idarə etmək marağı fərqli olacaq. Düşünmürəm ki, hansısa bir bacarığı formalaşdırmamış olsun. Çünki biz bunları, hətta mənim yadımda da biz bir məktəbə çəkilişə getmişdik, 4-cü sinif şagirdləri idi. Onlar mənə kağızda yazdılar, verdilər ki, biz istəyirik siz rəqəmsal məktəbdə bunları edəsiz. Yaxşı. Halbuki biz onları müəllimlərdən gözləyirdik ki, görə müəllimlər hansı təklifləri verir. Şagird sadəcə müəllimlərlə söhbət eləyirdik. Bunlar da eşidiblər. Yazıb gətiriblər ki, onlar siz bunları da bir oyun şəkilli hansısa mövzuları. Bilirsiniz nəyə görə şagirdlər özlərinə, yəni faydalı olan, özlərinin işini asanlaşdıracaq şeylər axtarırlar da. Özlərinə uyğun olan bir metod axtarırlar. Ona görə də düşünmürəm ki, şagirdlər yəni bizim dövrümüzdə olduğu kimi təbii ki, qat-qat artıq olacaq və daha geniş belə deyək çərçivədə onlar dünyanı idarə etmək istəyəcəklər. Əla, yəni gələcək təhsildədir. Bu inkar olunmaz faktdır və bu səbəbdən də təhsillə bağlı olan hər bir kəsə, həm şagirdlərə, həm müəllimlərə, həm də valideynlərə mən uğur arzu edirəm və həm şagirdlərə, həm də valideynlərə bir balaca məsuliyyətli olmağı arzu edirəm bu məsələdə. Natavan xanım, bizim verilişin ənənəvi bir sual da var. Əgər zaman maşını ixtira olunsaydı, siz hansı dövrə səyahəti seçərdiniz? Keçmişə gedərdiniz, indiki zamanda qalardınız, yoxsa gələcək sizə daha maraqlıdır? Əgər sırf bu mənə verilən sualdırsa, mənim subyektiv fikrim belədir ki, mən gələcəyə getmək istəyərdim. Çünki keçmişi görmüşəm, bilirəm, indiki zamanı da yaşayıram. Təbii ki, bu aforizm kimi hər gün bugünü yaşa yanaşması ilə hər günə başlayırıq. Amma təbii ki, gələcəyi görmək istəyərdim ki, gələcəkdəki o təhsilin strukturumu olsun, ətrafımızdakı vəziyyətmi olsun, öyrənmə və öyrətmə fərqliliklərindəki, yəni fərqliliyi görmək istərdim. Çox maraqlı gələrdi ki, gələcəkdə necə öyrənəcəklər. Əla. Mən sizə uğurlar arzu edirəm və arzu edirəm ki, gələcəyi elə indiki zamanda bizim təhsil sistemində görəsiz, müşahidə edəsiz və bunu öz işinizdə uğurla tətbiq edəsiz. Minnətdaram sizə ki, gəldiniz. Rəqəmsal məktəb platforması kimi çox vacib bir iş haqqında, bir platforma haqqında bizə geniş məlumat verdiniz. Təşəkkür edirəm sizə. Mən təşəkkür edirəm Nigar xanım, uğurlar arzu edirəm. Çox sağ olun, minnətdaram. Əziz dinləyicilərimiz, Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin əməkdaşı Natavan xanım Bədəlova ilə biz bugün zaman maşınında rəqəmsal məktəb platformasından danışdıq. Əgər hələ də bundan xəbərsiz olanlar var idisə, inanmıram ki var, amma var idisə, yəqin ki çox faydalı məlumatlar əldə etdiniz özünüz üçün. Sabah eyni vaxtda eşidilmək ümidi ilə edirəm sizə. Özünüzə və planeta yaxşı baxın. Əsas olan budur. Eşidilərik.